Xalq Calutun zülmündən xilas oldu. Hamı qələbənin sevincini qeyd etdi. Öz köhnə yurdlarına qayıdaraq yenidən gözəl həyata başladılar. Talut qızını Davuda verdi. Talut öz dövrünü başa vurduqdan sonra hökmdarlıq Davuda keçdi. Davud xalqına çox ədalətli və mərhəmətli hökmdar oldu. Allah Davuda hökmdarlıqla yanaşı peyğəmbərlik də vermişdi. O Allaha çox ibadət edirdi. Davud peyğəmbər bir gün oruç tutub, o biri gün dincəlirdi. Şəriətdə buna Savmu Davud və ya Davud orucu da deyilir. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı. Allah Davud peyğəmbərə çox gözəl səs vermişdi. Allah ona Zəbur adlı müqəddəs kitabı da vermişdi. Davud peyğəmbər Zəburu oxuyar, insanlar kitabda yazılanları onun gözəl səsindən dinləyər və heyran qalardılar. Zəburu dinləyənlər həm də onu əzbərləyərdilər. Zəbur oxunduqda göydə uçan quşlar belə qanadlarını saxlayar, Davud peyğəmbərin səsinə qulaq asardılar. Davud peyğəmbərin zamanında çoxlu müharibələr olurdu. O zaman dəmir zirehləri çox çətinliklə düzəldirdilər. Amma Allah Davud peyğəmbərə dəmiri yumşaltmaq möcüzəsini də vermişdi. O əli ilə dəmiri çox asanlıqla əyərək istədiyi şəklə salırdı. Döyüşçülər üçün zirehli geyimlər və silah düzəldir, bununla da ölkəsini düşmənlərdən mühafizə edirdi. Davud peyğəmbərin ordusu bütün döyüşlərdə qələbə çalırdı. Bu möcüzələr Davud peyğəmbərin hökmdarlığını möhkəmlətmişdi. Allah Davud peyğəmbərə düzgün qərar çıxarmaq qabiliyyəti də vermişdi. O, haqqı nahaqdan ayıran ədalətli bir hökmdar idi və heç vaxt öz mülkü ilə öyünmürdü.